Hər vaxtınız xeyir olsun, hörmətli məni izləyənlər. Mən birinci dəfədir bu YouTube kanalına, yəni canlı çəkilişə, canlı yayıma bağlanıram. Fikrim, məqsədim yəni onu bildirməkdir ki, bu qadağalar qoyuldu televiziyada, hansı ki, lazımsız insanlar çıxıb xalqın mənəviyyatın, nə bilim, ləyaqətin korlayan insanlar var ki, hansı ki, tərbiyədən anlayışı olmayan insanları buraxırlar efirə. Onlara qadağa qoyuldu. Çox sağ olsun bunu fikirləşib düşünən insanlar ki, bu addımı atdılar bu xalqa görə. Yəni ki, hər bir ailənin evində televizor var. Onlar həqiqi şeytanlar idi, onlar ki, hansı ki, hər bir ailənin evinə girən şeytanlar idilər. Bunu fikirləşib, yəni düşünən insanlara minnətdarlığımı bildirirəm ki, çox gözəl fikirləşdilər ki, bu insanlar bəzi hələ onlardan hamısı deyil də o. Yəni onlar kimi insanlar, hansı ki, bizim gənc ailələrin, bizim gənclərimizin, bizim balaların tərbiyəsini korlayan insanlardır bunlar. Bunların hamısını efirə qadağa qoydular və bunu kimi insanlar mən düşünürəm ki, yəni ki, gələcəkdə, yaxın bir zamanda çoxdur bunlardan da, yəni bunları yenə də qadağa qoymaq lazım ki, bir daha efirə vəbşi konkretlə ölkəmiz müsəlman ölkəsi olduğu üçün bizim mentalitetimiz совсем başqa bir mentalitetdir. Yəni ki, bizim mentalitetimizə uyğun verilişlər verilməlidir televizorlarda. Ki, bu bizim gənclərimiz, bizim nə bilim ailələr, bizim uşaqlar hamısı arxayınlıqla, ailə başçıları arxayınlıqla ailəsinin yanında oturub televizor kanallarını açıb baxa bilsinlər. Yoxsa bu şeylər həqiqətən də bizim zehnimizi korlayır. Həqiqətən də belədir ya. Bizim zehnimizi korlayır bunlar hamısı. Yəni onu demək istəyirəm ki, çox gözəl fikirləşdilər, çox gözəl hərəkət elədilər ki, mən düşünürəm ki, yəni bunları davam elətdirmək lazımdır. Hətta o seriallar da var ki, hansı ki, insanların zehnini korlayır, bu gənclərimizin zehnini korlayır, nə bilim, orada lazımsız seriallar çəkirlər ki, hansı ki, heç kimə xeyri yoxdur ya onun. Nə Azərbaycan xalqının evlatlarına, nə Azərbaycan xalqının yaşlılarına, nə bilim, nə orta yaşlılarına, heç kimə xeyri yoxdur bunun. Yəni elə bir verilişlər çəkmək lazımdır, elə bir kinolar çəkmək, seriallar çəkmək lazımdır ki, xalqımızda vətənə qarşı, millətə qarşı, birliyə qarşı ruh oyatsınlar. Yoxsa durub elə seriallar çəkirlər ki, valla mən baxmıram o seriallara, yan görəm, söhbət edir, danışırlar öz aralarında. Plan serialda plan şey belə oldu, plan şey, belə şey belə olmazı bizə uyğun deyil bunlar. Oturub televiziya kanallarında axtarırlar ki, ailələrə boşalır, ailələr niyə boşanır və niyə boşanmağın səbəbi, birinci səbəbi həmin bu televiziyadan başlayır. Hansı ki, bu seriallardan başlayır, hansı ki, bu verilişlərdən başlayır. Boşanmaların səbəbi budur. Bunlardan axtarın, axtarın ki, cəmaat niyə boşanır? Bu yerlərdən axtarın. Normal veriliş çəkin, normal bir şeylər çəkin ki, cəmaat rahat oturub baxa bilsin. Necə o türk serialları gedir televizorlarda, bizim kanallarda da, türk kanallarına da göstərirlər. Hamı işindən, gücündən tez evə qaçır ki, gedim o seriala çatdırım özümü. Elə bir serial çəkin ki, bizimkilər də getsin, o seriallara baxa bilsinlər. O türklərin də bəziləri var, bəli, türk seriallarında da bəziləri var ki, layiqsiz, yəni nalayiq seriallar onlarda da var. Ancaq aslanlar bizə elə şeylər çəkmək lazımdır ki, insanlarda vətənpərvərlik oyatsınlar. Xalqda birlik oyatsınlar, bir-birlərinə qarşı. Birlik. Biz nə qədər bir olmasaq, biz bu gün də yaşayacağıq. Boşanmağın da səbəbini axtaracaq ömrümüzün axırına kimi, çörək pulunun da yerini axtaracaq ki, hardan qazanaq, nə qədər ki, normal şey çəkməmişsiniz. Mən bir-iki dəfə nədir o, Azərbaycanla hansı ki, kinolar çəkilən yerlər var, o kinematografiyaya. Onların
elektron poçtalarına yazmışam ki, normal kinolar çəkin. Bizim köhnə qəhrəmanlarımızdan çəkin. Nə bilim, o biçilərdən, bu biçilərdən çəkin. Bizim köhnə köhnə. Nə varsa köhnələrdə var. Köhnələrlə çəkin. Bu yenilərdə heç nə yoxdur. Söz yox, mən demirəm, yenilərimiz pisdir, yox. Ancaq ki, köhnə qəhrəmanlardan çəkin. Azərbaycanın quruluşundan çəkin. Azərbaycandan ötürü, Azərbaycanın var olmağından ötürü canın qoyan insanlardan çəkin kinoları. Onlar bizə vətən xaini olmayıblar ki, onlar bizim Azərbaycanımızın birlikdə bütöv olması üçün, bərqərar olunması üçün onlar canlarından, nə bilim, həyatlarından, ailələrindən, atalarından, analarından keçən adamlar olublar. Yəni o barədə elə bir kinolar çəkin. Yoxsa qoyublar bura, nə bilim, biri gəldi mənim həcim var, o birisi gəldi mənim nəyim var, bu birisi gəldi mənim. Bizə uyğun deyil bu. Vallahi uyğun deyil. Biz İslam ölkəsiyik. İslam ölkəsini tamam döndəriblər. Bunlar eləyiblər hırroxana. Üzr istəyirəm ifadəmə görə. Açıq-saçıq geyimləri, modanı bıraxıblar Azərbaycana. Qadının ağlı demirəm, mən qadınlarımızı təhqir eləmək istəmirəm. Bizim qadın vəbşi, o bir məsəl var idi, qadının başının üstündə gələpəsəyən o yumruq olsun. Ona görə qadınlarımızı, söz yox, bizim namuslu qadınlarımız var. Söravno yenə də qadınlarımızı hamımız elə eləməliyik ki, əlimizin altında tuta bilək. Yoxsa vallahi bizim gələcəyimiz heç də Parijdən əski olmayacaq. Heç də əski olmayacaq. Onun üçün də mən bütün valideynlərə xahiş edirəm. Bacardığınız qədər evlatlarınızı televizor, internetdən biraz uzaq tutun. Uzaq tutun. Bu seriallardan uzaq tutun. İqra oynayırlar, oyun oynayırlar telefonda. O heç, onu oynasınlar. Yenə də o da uşaqların gözlərinə ziyandır bu telefonlar hamısı şuadır. Ancaq ki, pis şeylərdən uzaq tutun. Dərslərlə məşğul olsunlar. Söz yox, bizim təhsilimiz də bərbad gündədir. Bir dəqiqə valideynlər hamısı uşaqların orta məktəbə göndərir. Orta məktəbə elə bir ki, universitet oxudular uşağa. Ay uşağa qəşəng pullar verilir. Uşaq indidən başlayır ki, pul xərcləməyə, nə də orta məktəbin vaxtından. Ona görə də bizim təhsilimiz nol vəziyyətindədir. Səhiyyəmiz nol vəziyyətindədir. Sıfırın sıfırı. Onun üçün də elə eləmək lazımdır ki, millət bir olmasa vallahi, mən bu danışıqlarım hamısı, çoxu birini qoyub birini danışıram, hamısı yadında qalmır, yəni söylədiklərimin nədən danışmaq lazımdır, yəni. Biz bir olmalıyıq, bir. Bizim çıxış yolumuz ancaq birliyimizdədir. Bizi özümüz də xilas edə biləcəyik və özümüz də batıra biləcəyik. Bir dənə yeganə variantımız budur. Ancaq bir olmasaq mümkün deyil. Ona görə hamını birliyə çağırıram, bir olaq. Ay məndən keçdi, dostuma dəydi, söhbəti olmasın. Hamımız bir olmalıyıq. Hamımıza minnətdaram, çox sağ olun, var olun.